Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu geçməmişdən əvvəl dostlar bir ricam olacaq sizdən ki, kanala maksimum şəkildə abunə olasınız ki, artıq 200 abunəyə çataq dostlar. 182 abunəyə gördüyünüz kimi və 200 abunəyə çox az qalıb dostlar. Cəmi 18 abunə. Sizdən xahişim budur ki, videonu izləyəndən sonra və yaxud izləyərkən abunə ol butonuna vuraraq kanala abunə olub dəstək olasınız dostlar. Həmçinin videonu bəyənsəniz like ata bilərsiniz. Gəlin videoya keçək dostlar. Bugünkü videoda 5 hissə sənədi haqqında danışacağım dostlar. Yəni 5 şirkət səhmi haqqında danışacağım dostlar. Bu şirkət səhmləri, yəni 2025-ci il və 2025-ci ildən sonra ən yaxşı qazandıracaq və hal-hazırda alış nöqtələrində olan şirkət səhmləri haqqında danışacağıq dostlar. Gəlin buradan deməli lazım bölməyə keçid edək. Bəli, keçid etdik. Bizə Wall Street və New York birja bazarı, daha doğrusu New York birjası lazımdır. Deməli dostlar, birinci hissəmiz, birinci şirkət səhmimiz, daha doğrusu birinci şirkət səhmimiz Nvidia-dır dostlar. Nvidia hal-hazırda $96 səviyyəsindədir və alış öncəsi səhər açılışı eləyib deməli Wall Street-də $98-dan işləm görür hal-hazırda. Çox yaxşı alış nöqtəsindədir dostlar Nvidia. Gördüyünüz kimi $150, daha doğrusu burada $113 qalxıb. Gəlin 6 aylıq qrafikə keçək. Gördüyünüz kimi dostlar, burada alış nöqtələri eynidir dostlar. Yəni düzdür, maksimum nöqtəsi $150 olub. Həmçinin $150 çatmamışdan da yenə də alış nöqtələri demək olar 90-110 səviyyəsi arasındaydı dostlar. Hal-hazırda da alış nöqtəsindədir. Təbii yatırım etmək və yaxud etməmək sizin qərarınızdır. Mən sadəcə tövsiyə edə bilərəm və tövsiyəm bundan ibarətdir ki, hal-hazırda alışlar üçün yaxşı qiymətlərdədir Nvidia. Yəni mərhələli şəkildə alış edə bilərsiniz. Və hətta mən inanıram ki, yəni şəxsi fikrimcə Nvidia artıq 96 səviyyəsi minimum olacaq və artıq yüksəlməyə davam edəcək dostlar bundan sonra da. Və Nvidia-nın yüksəlişinin səbəblərini və gələcəkdə alınıb saxlanılmasının səbəblərini açıqlamalı olsun. Bunun əsas səbəbi dostlar, Nvidia Amerikada artıq ABŞ-da süni intellektlə bağlı, çip istehsalı ilə bağlı, yəni süni intellektə dəstək olacaq və süni intellektdə istifadə ediləcək çiplərlə bağlı Amerikada, ABŞ-da fabriklər açmağa başlayıb dostlar. Bu fabriklər süni intellektdə ehtiyacı olacaq çiplər istehsal edəcəklər dostlar. Və bu sahədə də liderliyini qorumuş olacaq ABŞ həmçinin. Və 2025-ci ildə, yəni bu il ərzində Blackwell adlı yeni AI çipini təqdim etməyə planlaşdırır dostlar. Yəni çip bazarında liderliyinə böyük ehtimal Nvidia davam eləyəcək. Buna görə də Nvidia-nı alıb saxlamaq və hal-hazırdakı qiymətdən almaq çox yaxşıdır dostlar. Bir də sizə bunu nəzərinizə çatdırım. Bəziləriniz ola bilər ki, deyək ki, əgər Nvidia liderdirsə bazarda, niyə onun səhmi bu qədər ucuzdur? Məsələn, $96-dır. Əslində bunun elə bir əhəmiyyəti yoxdur, amma bunu da açıqlayım ki, əslində Nvidia-nın qiyməti $969-dır dostlar. Yəni Nvidia məsələn dostlar, Nvidia $150 səviyyəsində olanda əslində o səhmin dəyəri $1500-dir. Sadəcə Nvidia daha çox yatırım, daha çox yəni borc almaq üçün belə deyək. Çünki biz məsələn səhm alırıqsa şirkətin gəlirlərindən bir hissə alırıq dostlar. Bu bizim xərclədiyimiz pullar da Nvidia-ya borc kimi gedir və Nvidia daha çox pul cəlb etmək üçün, investisiya almaq üçün səhmlərində bölünmə etdi və nəticədə gördüyünüz kimi səhmlər $96-dır. Əslində bu dostlar $969-dır. Yəni $1000-dan çox yüksəlib Nvidia səhmləri sadəcə bölünmə etdiyinə görə. Bu bölünməni də məsələn, əgər siz bölünmə zamanı, daha doğrusu şirkət səhminiz varsa, bölünmə zamanı sizin şirkət səhmləriniz artıqlaması ilə əlavə olunub ki, dostlar, bölünmə təsir etməsin investorlara. Yəni bu səviyyələr sadəcə bölünməyə görədir dostlar. İkinci şirkətimiz dostlar Tayvan Semikonduktor şirkətidir.
Bu şirkəti də mən bundan əvvəlki videolarda da məsləhət görmüşəm. Hal-hazırda da çox yaxşı alış dərəcəsindədir dostlar bu şirkət. Tayvanın deməli çip istehsalı şirkətidir və dostlar deməli Nvidia-dan sonra ikinci ən böyük çip istehsalı şirkətidir. Bunu nəzərinizə çatdırın və Amerikanın gözündə tam mühafizə olunan bir şirkətdir. Həm təbii hər cəhətdən, həm siyasi cəhətdən, həm də deməli bu süni intellekt və texnologiya sahəsinə yatırımlar cəhətdən həm maddi cəhətdən, həm də dostlar siyasi cəhətdən. Siyasi cəhətdən niyə deyirəm? Çünki Tayvan Semiconductor şirkəti Tayvan adasında yerləşir. Yəni Çin ilə olan münaqişələri görə bu şirkət qorunur dostlar hal-hazırda. Yəni Tayvan adasının qorunmağına nəticədə bu şirkət də qorunur. Yəni bunu demək istəyirəm ki, dostlar, bu şirkətin də gələcəyi çox mühümdür və bu şirkət də əmin əllərdədir dostlar. ABŞ kimi böyük gücün əlindədir bu şirkət. Və gələcək yatırım üçün də çox perspektivlidir. Bu cəhətdən yanaşıram. Tayvan Semiconductor şirkəti haqqında yenilikləri desək, Tayvan Semiconductor şirkəti 2025-ci ildə deməli 2 nanometrli çip istehsalına keçid etməyi planlaşdırır dostlar. Bu 2 nanometrli çip istehsalı o deməkdir ki, daha sürətli və daha az enerji sərf edən çiplər istehsalına başlayacaq dostlar. 2025-ci il planlarına əsasən ABŞ və Yaponiyada yeni fabriklər tikməyə planlaşdırır və hətta bunların bəzilərini artıq başlayıb və davam elətdirir dostlar. Həmçinin süni intellekt, yəni AI və mobil cihaz bazarına da fokuslanıb dostlar. Tayvan Semiconductor şirkəti hal-hazırda alış nöqtəsindədir dostlar. Hal-hazırda alış edərək dəyərləndirmənizi məsləhət görərdim. Ancaq təbii yatırım etməmək sizin qərarınızdır dostlar. Gəlin çox uzatmadan üçüncü şirkətimizə Oracle şirkətinə, daha doğrusu Oracle şirkətinə nəzər yetirək. Bir dəqiqə. Oracle Corporation, Broadcom deyil, Oracle şirkəti dostlar. Burada yoxdur. Gəlin axtarış edək. Oracle-ı niyə tövsiyə edirəm dostlar? Oracle şirkəti New York fond birjasındadır, bəli. Və gəlin buna belə baxaq. Hal-hazırda dostlar alış nöqtəsindədir gördüyünüz kimi və Trumpın 2025-ci il Amerika planlarında da önə çıxan şirkətlərdəndir və milyonlarla yatırım etdiyi şirkətlərdən biridir dostlar Oracle şirkəti. Deməli Oracle 2025-ci il üçün planları bunlardır ki, deməli bulut texnologiyasında, yəni bulut xidmətlərini genişləndirməyə planlayır. Amazon və Microsoft-da rəqib olmaq istəyir bulut texnologiyası üzərində. Süni intellektdə və database texnologiyalarında sərmayələr yatırır. Həmçinin ABŞ dövləti də ona sərmayələr yatırır bu şirkətə. Və 2025-ci ildə başqa şirkətlərlə, beynəlxalq şirkətlərlə də əhəmiyyətli müqavilələr imzalamağı planlaşdırır dostlar. Həmçinin də alış nöqtəsindədir. Yəni bunu almaq istəsəniz, hal-hazırda alış nöqtəsindədir. Almağı tövsiyə edirəm. Yəni yatırım edib etməmək sizin qərarınızdır. Gəlin sonrakı şirkətimizə, Boeing Company şirkətimizə keçək dostlar. Boeing şirkətini yəqin ki, bir çoxunuz tanıyırsınız dostlar bu şirkəti. Bu şirkət deməli təyyarə istehsalı ilə məşğuldur və düzdür bu yaxınlarda deməyə təxmini 1 il əvvəl və yaxud 5-6 ay əvvəl bu Boeing təyyarələrinin bir-birinin ardınca qəza etməsi, təhlükəli vəziyyətlər yaranması, problemlər çıxması nəticəsində cərimələr olmuşdu bu şirkətə. Lakin bu Boeing Company hal-hazırda bu cərimələrin hesabını ödəyərkən şirkətin təyyarələrinin keyfiyyətini artırmağa davam edir və gələcəkdə bunları daha da mükəmməlləşdirməyə planlaşdırır dostlar. Ona görə də bu şirkət səhmləri yenidən artışa başlayıb dostlar. Hal-hazırdakı səviyyələr alış nöqtəsi demək olar, lakin mərhələli alış üçün daha yaxşıdır dostlar. Əgər 130 səviyyələrinə düşərsə, inanmıram düşər, çünki bu 130 səviyyələr əsasən Boeing təyyarələrinin bir-birinin ardınca qəza etməsinə görə belə oldu. Yəni satışlar çoxaldı. Amma hal-hazırda alış nöqtəsi demək olar mərhələli şəkildə alış edə bilərsiniz dostlar.
Və Boeing şirkətinin 2025-ci il planlarına əlavə etsəm, müdafiə və kosmos sahəsində də yatırımlar etməyə planlaşdırır dostlar. NASA və SpaceX proqramları üzərində. Gəlin 5-ci şirkətimiz olan Tesla dostlar. Tesla şirkəti hər birimizə tanışdır. Yəqin ki, Elon Musk'ın sahibi olduğu şirkətdir Tesla. Tesla'nın səhmləri niyə belə düşdü? Bunun səbəbi açıq-aydındır ki, Amerika xalqı Elon Musk'ı Donald Trump'ın sağ əli kimi görmək istəmir dostlar. Elon Musk'ı Elon Musk və Trump, daha doğrusu Elon Musk'ı Trump'ın fikirlərini dəyişdirə biləcək adam kimi görmək istəmir dostlar Amerika xalqı və bunu Amerikaya ziyan verəcəyini düşünür. Yəni Amerikanın taleyini həll etməkdə Donald Trump'a məsləhət verməkdə olan Elon Musk'ın məsləhətlərini Amerikaya ziyan verəcəyini düşünür Amerika xalqı. Ona görə də Tesla maşınlarını yandırılmaları, Cybertruckların deməli yandırılmaları falan belə bir hadisələr oldu dostlar Amerikada və Tesla səhmləri dəyər itirdi dostlar. Həmçinin bunun təkcə səbəbi deyil, gömrük rüsumları ən asıl səbəbidir bütün səhmlərin və kriptovalyutaların dəyər itirməsinin. Yalnız Tesla'nın dostlar gələcəyi var, hələ də gələcəyi var dostlar. Niyə? Çünki milyonlarla, 100 milyonlarla yatırım almağa davam eləyir. Süni intellekt sayəsində öz Tesla avtomobillərinin inkişafı davam edəcək və 2025-ci il planlarında da Tesla avtomobillərinin daha da keyfiyyət cəhətdən yaxşılaşdırılması yaxşılaşdırılması üçün planlar hazırlanır. Batareyalar və günəş panelləri sahəsində də deməli Tesla şirkəti yatırımlar eləyir. Cybertruck və 2 yeni model Tesla deməli bazara buraxılacaq yaxın müddət ərzində və başqa yeni fabriklər də inşasına başlanılıb Tesla şirkəti tərəfindən. Həmçinin Tesla öz maşınlarında öz süni intellektini hazırlamağa başlayıb dostlar. Yəni heç bir süni intellektdən asılı olmayaraq FSD adlı bir süni intellekt hazırlanmağa başlayır. Belə dostlar, sizə bugün 5 şirkət tanıtdım. Bu şirkətlərin 2025-ci il və bundan sonraki illər üçün planlarını danışdım. Bu 5 şirkətin gələcəyi dostlar dünyanın gələcəyi ilə eyni səviyyədədir. Çünki bu 5 şirkət dünyanın gələcəyini həll edə bilən şirkətlərdəndir. Yəni bu 5 şirkətin qərarları, istehsal dəyişiklikləri və s. dünyanın gələcəyini dəyişə biləcək gücdədir dostlar. Yəni texnologiya sahəsindən söhbət gedir və Tesla'da həm avtomobil, həm texnologiya sahəsindən söhbət gedir. Digər sektorlardan söhbət getmir dostlar. Amma yenə də texnologiya dostlar digər sektorlara da demək olar bütün sektorlara öz təsirini göstərə bilən bir sektordur dostlar. Bugünlük bu qədər. Videomu bəyənsəniz like ata bilərsiniz. Həmçinin suallarınız, təklifləriniz olarsa şərhlər bölümündən yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənədək.